Bir de müəllimə, arada suallar verəndə deyəcəm, onların qeydini götürərsiniz, yaxşı mı? Sonra evə gedirəm, yadımdan çıxacağım suallar, onu üzərində işləyib, sizə daha yaxşı suallar çıxaracaq. Yaxşı, başlayaq testlərimizdən, nə varsa reşləyə saxlamayaq, tam şəkildə. Buyurun. Buyurun. Aha. Testi işləməmişsən, özdə gülür. Ha. Xəritəyə çıxa bilərsən. Yaxşı, müəllimlər, ilk 10 dəqiqə xəritə. Gəl. Bəli. Senegal ovalından gələn kimi görsədirsən, Senegal ovalı. Senegal? Özdə demişdik, Senegal ovalı. Həm ölkədir, yox. Həm ölkədir, həm çaydır, ovalı. Bəli. Gəl, bu isə. Sən mənə görsət, Laplat ovalıdır. Laplardır. Ay, sağ ol. Laplatın yanındayım. Biraz şərq qərbində yayla var idi. Patagoniya yaylası. Əla. Matrikləri oxumsan? Bir dənə Avropa oxumuşam. Bir dənə Avropa. Yaxşı, olsun Avropa. Avropada mənə Piriney dağlarının ən yüksək zirvəsini deyə bilərsən? Burada baydı. Neydi? Neydi? Piriney dağları hansı ölkənin arasındadır? İspanya. Tək İspanya. İspanya və Fransa. Ölkələr olmalı orada çıxdan ölkələr. Aha. Yox, əsas götürülür İspanya, Fransa. Zirvən deyəsən var orada, Piriney zirvəsi. Nə? Piki. Təcrübədir. Yaxşı, gündürlüyü deyə bilərsiniz. 3404. Ben 3300. 3003 paran zirvəsidir. Kaçabilirsin. Ha? Qələbə zirvəsi. Harada qələbə? Yox, tək qələbə. Yox, qələbə Himalayda neydi? Ya Hindistan'da ya da Rusya'da yukarı tarafta. Rusya'da hansıdır? Yukarı tarafta Mezozoyun yaşlı. Mezozoy qırışıqlığına aid Çeriski. Bəli, Çeriski'nin zirvəsi. Onun yanında bir dənə bir referansı var. O hansı qırışıqlığa aiddir? O da ne Mezozoy'da ya? Mezozoy. Mezozoy, yəni kim verir qırışıqlığa? O zirvəsi yanında qalır kimisə. 2409 metrlə. Kimsə yanındadır. Ne oldu ki buna? Aha. Ha. Böyle. Orada. Oradan bakmadan. Ne kadar? 2409. Orolgan. Orolgan. Yaxşı. Bəli. Stonovay silsiləsini göstərəcəksən. Stonovay. Sən də bir hələ bir suallar verəcəkdim burası. Amazon ovalını göstərdi, değil mi? Orolgan. O gedir. Stonovay. Bir de Avropa. Ve şimdi dediklerimiz geçen derste olmamış. Amazon ovalı. Görsel. Görsel de hiç olsa bulabileceğim mi? Meksika'ya yazdım. Merkezi ovalı. Merkezi ovalı. Burada, düzenli burada. Avustralya'nın düz merkezinde yerleşirdi, merkezi ovalı. Merkezinde yerleşmirdi. Suarez'in o tarafında. Şərqdə yerləşir. Merkezi ovalı. Avustralya'nın en alçaq nöqtəsi deyə bilən var. Değil. Ne kadar? Mənfi 16 değil. Mənfi 16 eğri görür. Bəli. Yaddan çıxmasın. Oldu. Zebra. Gəlirsən ellərə xəritəyə. Niyə? Müəllimlər, kim ürəkli gəlir xəritəyə? Müəllim hardan getər?
Nə ürəkli gələ bilən var, müəllim hardan desə oradan cavab verir. Hə? Mən növbətcə sizdən başlayayım. Tamam müəllim. Dur gəl. Motivasiyadan düşəcəm mən. Düşmə, niyə Həqiqi motivasiya? deyirəm, motivasiyadan düşəcəm. Belə problem yoxdur, ora çıxacam. Səbəb nədir ki, Bildiyimi. motivasiyadan düşəsən? Mən orada peşəkar kimi çıxacam, gələn dərs mənim. Bu dərs həqiqətən tapşırıqları da Gələn edirəm. dərs. Eqon gəlmək istəyirsən? Niyə? Bilirəm də, çətindir. Təbii ki. Zaten asan olsa hamı burada olur. Çətin başarmaq lazımdır. Ha. Sən başardın ama mükəmməl şəkildə deyildin. Yaxşı bir şey gəlmək lazımdır. Ancaq, gələk yenə xanımlar önü. Gəl görək, gəl. Gəl seçək görək. Niyə motivasiya? Gəl bir iki tane sana verip baxaq görək. Sən beynine siqnal göndərin ki, gel oxu. O motivasiyada düşkən deyil. Hə, sən mən Padanov aldın görsən. Poçay, ay sağ ol. Hansı dənizə düşürüz demişdik bu, Adriyatik dənizi, Adriyatik dənizi sahilində və Qara dənizin sahilində, Gürcüstanda yerləşən ovalıqlar idi. Kolxuyla ovalıqlar. Sən mənə dinlən görək, Timan yüksəkliyi demişdim bir dənə. Və hansı qırışıqlığa aid idi? Baykala idi. Aha. Şərqi Avropada. Bəli, Avropanın yuxarı hissəsi. Bəli, bura. Ay sağ ol. Şərqi Avropa düzənliyi tək ovalıqlardan ibarətdir. Müəyyən qədər yüksəklikdə var, amma əsas Müəyyən qədər yüksəklik də var, bəli. Sən mənə deyə bilərsən mi Skandinaviyanın ən yüksək zirvəsi? Nə qədər? 2469. Dekan yerləşən ətrafında dağlar var idi. Qərbi qafın ən yüksək zirvəsini deyə bilərsən? Kim deyə bilər Qərbi qafın ən yüksək zirvəsini? Ana. Ana ilə yadda saxlayıb geçsin. Ana müdür. Niyə belə bir şey? Dayandırır videonu bir də. Görsən arxa tərəfdən qoyaq. Demək, Alamudi 2694 metrdir, Dekan yaylasının qərbində. Şərqində isə şərqində. Yaxşı, onun adı ehtiyac yox. Yox, o gəldi düşmür. Düzənliyi ilə bağlı bir söz soruşa bilərəm mən. Buyur. Testdə də var. Bu Padan ovalığı, bir də Almaniya Polşa ovalığı. İkisi də seismik cəhətdən aktivlikdə yerləşmir. Yox. Almaniya, Polşa, bax, keçən dəfə dedim. Almaniyadan Reyn çayı keçir. Reyn çayından, Polşadan, paytaxtdan, Varşavadan, Wisła çayı keçir. O arasında yerləşir. Və Almaniya, Polşa tamamilə platformadır. Özü qədim platforma arasıdır. Yaxşı, bəli. Padanama, bax, Gençkanalda yerləşən əsas ovalıqlar burada Padandır. Müəyyən qədər Xəzəryanın bir hissəsi düşür. Sonra Kür-Araz düşür. Gürcüstandakı Kolxida ovalığı düşür. Bax, bu hissədəki ovalıqlardan. Aydındır. Yaxşı. Yaylalar da bilirsiniz, Meseta yaylası düşür. Anadolu yaylası düşür buradan. İran yaylasının çox hissəsi düşür. Evet. Nə? Meseta İspanya. Orada şeyden, İberya'yla Endülüs deyildi. O da Dağlı yaylası. Hə, dağlı yaylası. Yaxşı. Sən mənə deyən Kap əjdaha. Zirvələrini bilmirsən. Kapın geçən yadda qalan adı var idi zirvəsinin. Kampas Bey. Nəyə deyildi? Onu da desəm 3000-dən çox olmaz mı? 2500 kimi. Heç olmasa 2500'ü yadda saxlayın da. İkini yaddan çıxarsadılar. Hamısını bilsələr daha yaxşıdır. İndi 2500'dən yadda saxlasalar. Bizim əlim zirvələrlə sınavlar. Yaxşı, bir iki dənə zirvələr. Hamısının zirvələrini deyə bilərsən ən yüksək zirvələrini. Hansı sırada var? Hə. Yaxşı, birinci Şimali Amerikadan başlayalım. Digər adı ilə Denali 60. Avrupa'da Mongolan, Asya yerleşir. Aha. 807. Avrasiya'da Himalaya'da 8848. Afrika'da
Kilimanjaro 5800. Ora baxdı. Aha. Avustralya'da da Kastuş'ta 5800. Bir dənə materik qaldı. Antarktida'da bir sonrasıydı. Nə qədər idi? 5100. 5100 metre. Aferin. Yox. Her şey bilir. Yaxşı, sən mənə denən Qobi yaylası. Bu biçimde yerleşiyoruz. Stanovayı bilirsən. Baykal'ın bahsediyor. Aşağısı. Baykal ətrafı dağlar. Bir Baykal'ı Baykal. Hansı qırışıqlı? Elə Baykal qırışıqlı ondadır. Sən mənə denən. Böyük sahibinin dediğini o verir. Sən mənə Somali pike, Haran zirvəsində Somali pike, Somali yarımadası yox, pike. Somali pike Haran zirvəsi idi. Altayın deyil mi? Altay deyil. Yox, Altay var burada. Somali pike. Hə, Səməni piki ilə Somali piki eyni deyil. eyni deyil. Səməni piki şeydir də. O Somali pikedir əslində. Bəzən Somali pike yazılır. Hə. Harandır? Pamir deyil. Pamir. Nə qədər? Oradasa bir 7000-dən çoxdur mən. 7400. 95, 7495. Pamir. Yaxşı. Bəli, baba. Sonra, Keçid Dağı, Ural Dağlarının zirvəsini bilirsən. Narodnaya 1891. Allah, Narodnaya 1895. Vulkanlar. Kamçatka yarımadasında yerləşən vulkan. 1380. Allah, görsədən versən yerini. Aha. Yaxşı. Sumatra adasında iki vulkan. Krakatoy var, bir de Keydinci var. Bir de var. Kamerası. Yok, Yok orada değil. O tarafta. Yavadasında. Yavadasında. İki tane. Semeru. Bir de Slamet. Demiştim Salamet kimi yaklaşık aslında. Slamet. Yaxşı Yavadasında. Yeni Zelandiya şimal arasında bir tane vulkan. Roatepa vulkanı. Sonra hava adalarındaki üç tane vulkan. Asya vulkanı. Mauna Kea, Mauna'ya, Klava'ya. Hava adaları nə mənşədadır, bilirik. Mərcan, Vulkan. vulkan, ayrılmada yerləşir. Surduksiya. Surduksiya. Vay vay vay. Surgut dənizin ortasında surgut. Baxın, müəllimlər, divergent zonadır, sadəcə balaca çatılır. Bir var ki, gevşikin alın havaların divergent zonası. Bir də var, tavanın ortasında müəyyən çat zonası. Yaxşı, hələ tava olaraq meydana gəlmir. Ayrılma hissəli xırda çatlar. Məsələn, ona görə deyir ki, okeanaya aid olan əsas adalar materik yox, vulkan mənşəli, bir də mərcan mənşəli adalardır. Yəni, o sakit okean tavasının altında çoxlu baş verən çatlardan yüksək tərliklə qalxan lava üzdə soyur. Bu okeaniyada çoxlu şəkildə nə yaranır? Mərcan mənşəli bir heyvan qalıqları üzvü qalıqların köyməsi nəticəsində, üst-üstə yığılması nəticəsində o hidrosferdə genişləndirəcək. Bir də daha çox vulkan mənşəli adalar yerləşir. İndi orada da mərcan mənşəlilərdən danışacaq, nəyə görə götürürüksə. Yaxşı, ağır pis deyil, amma daha yaxşı vəziyyətə gələcək. Yaxşı, sualların 90%'da cavab verir. Yaxşı, kim çıxır başqa? Cavahir. Nə? Niyə? Ama keçən dəfə dedim, axı hazır olar. Keçən sən yox edin dərsdə. Müəllimlər sizdən. Növbəti ürəkli müəllimimiz yoxdur. Gələn dərs birinci sizə söz verim, özüm çıxacağım. Söz verdi, qayda keçdi. Müəllimin sözü qayda keçdi. Yaxşı, başqa kim? İki müəllimlərimizdən. Yoxdur. Yaxşı, Kur'an'ı öğrenmeliyim. Bunun başka bir yönü yok. Yaxşı, oldu, Kur'an'ı öğrenmeliyim. Zaten o bir saatlik ayrılacağım grupta, sual cevap grubunda.
Orada xəritə olacaq, xəritə sual, bir gün xəritə sual cavab edəcəyik. Bir gün şifahi şəkildə, orada bir 100-150 dənə sual gəlib gedəcək mütləq şəkildə, sürətli şəkildə. Sadə suallar da olacaq, məntiqə saxlanan ağır suallar da olacaq, onları eləməliyik. Yaxşı, hamı da mələkəyə vaxtını yazar, tam uyğun, hamıya. İstəyir onlayndakıları, hamımız bir yerdə 18 nəfərsiniz. İndi yeni gələnlər də qoşulacaq, amma yeni gələnlər biraz gec qoşulacaq. Proqramda biraz ilərləsinlər ki, onlara nəsə sual verə bilir. Hələ ki sizi qoşulacaq, 18 nəfəri. Digər gələndə indi 30 nəfər, maksimum 35 nəfərə kimi qoşarım ona. Ondan artıq yox. İndi, yaxşı, başqa işləsi yoxdur. Onda keçirik sualların üzərindən bildik. Baxaq görək sualların üzərindən nə var? Yatma. Sən mənimlə görək oradan hangi yaradlar neydi? İzohipiz, izocips. İzocip yağıştır. Yaxşı. İzocipiz dediğimiz bu proses hansı üsullara uyğunlaşır? Üsul olarak neydi? Mesela xəritədə məlumatların daxil edilmə üsulları var idi. İzociyet, izohipiz, izoterim, bunlar ümumi xəritəyə məlumatların daxil edilməsi izoxətlər üsulu. İzoxət neydi? İzo, eyni xət. Eyni nöqtələri birləşdirən xətlər. İndi orada xətin yerinə biz demişdik ki, nə qoya bilərik? Hündürlük qoya bilərik, temperatur, terim qoya bilərik, yarım diyet qoya bilərik, dərinlik, bar, izobar, izobar qoya bilərik, düzdür? Bəli, izoqarin, izoqamin, yəni izo eyni deməkdir. Xətin yerinə götürür, qamin, qalin, terim, diyet, bar, buyur. Geçmişdə izahda verdim, keyfiyyətlə şeyin fərqini izahda verdim. Onu YouTube'dan yönləndirib atarım. Yaxşı, indi müəlliməyə deyərəm, onu seyirləsin, oradan tartını keçdiyimizi. O yönləndirər yavaş-yavaş. Şimdi biraz müəllimə tam bir şey öyrəşsin. Ondan sonra videolar çox olacaq, videolarda çox gələcək. Tam şəkildə istədiyimiz kimi sual-cavab videoları da olacaq. Bu öz yerində. Yaxşı, testlərə başlayaq müəllimlər. Qaldığımız yerdən başlayaq müəllim, yoxsa? Təbii ki, qaldığımız yerdən. Qaldığımız yerdən başlayıb. Demək, bizdə iştirak edə bilməyənlər kim idi Günəş sistemində? Əlavədə? Hə. Elare sən də iştirak edəyəm. Şənbə günü sabah gələ bilirsiniz də saat 9-da. Hə? Niyə? Benim yuxumda haram qatar. Yaxşı, özünüzə görə. Mən görə danmışsınız ki, özünüzə görə deyirsiniz. Özünüzə görə bu fədakarlığı edin. Yaxşı, Elmar gələ bilirsən? Niyə? İş. Yaxşı. Sən mütləq şəkildə yeni qruplar açılanda gələk hamısına qoşulasın. Bu aralı qapadasın. Yaxşı. Oldu. Yaxşı. Başlayalım. Buyurun. Suallar gəlsin. Ben matrikler olsun diye diyoruz. Yox, əvvəldən başlayırıq. Yok, doğru. Ona kimi heç bir sual yoxdur materiklərə kimi. Məndə var, yoxsa... Dimdə var idi suallar. Çatdırmır ha? Abla, hələ 3-cü test verəsiyim, mi? 3-cü test gələsində. 4-cü test var hələ. Rahat və heç səhvin çıxmır. Ben de ona göre işləyəcəm da. Diqqətsizliyimiz var. Sən deyirsən çatdıramıram, mən 3-cü kitab, 4-cü kitab görəmini alırsan. İndi onlarda təkrar qayıdır. Nə işləmir? Olsun da. Yok, elə olan şey deyil, işləm
işləməlisən. İşləməlisən. Sən işləməlisən ki, o vəziyyətə gələsən. Yaxşı. Bir dənə müsbət cəhətin var ki, tez başlamısan. İndi tez işləməyin o müsbət cəhəti qoyur kənarda. Olan şey deyil də. Yaxşı müəllimdən, nə sual varsa, güvəndən nə sual var. Matriklərə kimi güvəndən nə sual varsa verin. Keçək dimi də bitirək matriklərə kimi, sonra da matriklərə. Güvəni matrikə kimi işləmişik mən. Baxmışıq Ben keçən. matrikler işlemişim. Mən də matrix. Sən matrikləri götürmüsünüz. Onda bir dənə birimdən matrikə kimi nəsə diqqətsiz səhvləriniz var, suallarınız varsa verin, keçək deyək. Matriklərə güvən. Məndə var dimdə. Var, buyur. Buyur mənim. Kitab verim sizə yoxsa? Ver bizde var. O dimdir, Üçü var. Məndə dimdir. dimdir. Eybi yoxdur, sual oxu, izah edəyək. Aha, Səhifə sual versin. Şəkil. səhifəni açıqsan. Bizim ev bura baxın. Yerin səhifə 67-14-cüsü. Cümle hansı? 67, 14. Endogen qüvvələr. Endogen. Aha, Yerin daxili quruluşda və yerin daxili quruluşu. Yox, yer səthində deyil. Biz köhnə dərsdən bu mövzulara baxmamışıq testlərin səhvlərinə. Doğru deyil. Səhifə 67 var. Sual necə? 14. 14. Hə, qəşəng sualdır mənim. Çıxım əsasən rəqəmlərə uyğun gələn çıxım növlərini müəyyən edin. Müəllim, birinci növbədə fikir vermək, bax 1 qoyubdur, bir də 2 qoyubdur da, düzdür? Bax, burada 1 ilə 2. Bu 2-də görürsən ara hissəyə, köşə hissəyə doğrudur. Bu daha çox platforma hissəsinə uyğun gəlir. Platformanın köçmüş hissəsində bir var örtük hissi olan köhnə suxurlar. Bir də var altı kristalik olan magmatik suxurlar. Kristalik növlər. İndi bax orada birə götürüb köçməyə intruzivi veribdir. Köçmə və intruziv ikisi bir yerdə ola bilər birlər. Kristalik bir növrədə köçmə suxur ola bilər. Platformadır. Platformanın elə bir ki, deyirəm ki, platformanın alt hissəsi, kristalik bir növrəsi köçmə suxurdan təşkil olur. Bu mümkün deyil da. Köçmə suxurun üstü olurdu və eksogen qüvvələrin fəaliyyəti ilə yaranmışdı. Düzdür? Demək bu üstdə qalacaq. Altda formalaşa bilməz. 2. Magmatik əhəng daşı. Əhəng daşı özü kimyəvi suxurdur. Köçmənin kimyəvisinə daxildir. Biz nətər götürək magmatiki, əhəng daşını magmatik aid edək? Olmaz. Köçmə və magmatik yenə ikisi bir yerdə verib. Magmatik və metamorfik. Metamorfik nə vaxt olur? Məsəl üçün, tutaq ki, ola bilər ki, qranitdir altdakı, köçmə suxuru çox yığılıb, onu qneysə çevirə bilər. Düzdür? Qneyz də yenə şeyi təşkil edə bilirlər, kristalik bir növrədir. Kristalik bir növrə lavanın quruması nəticəsində, havasız şəkildə quruması nəticəsində formalaşan magmatik intruzivdən meydana gəlir. Və yaxud o intruziv çevrilə bilər, metamorfik ola bilər. Necə? Onun üstündə çoxlu suxur yığıldıqca, fikir verir mənim. Çoxlu suxur yığıldıqca, ayrıca əlimizin üstündə bir təsir göstərəndə, bu təsirlə əlaqədar, görsəldən təsirlə əlaqədar burada isinmə baş verir, düzdür? İndi tonlarla bir yükün onun üzərində dayanması, sıxılması nəticəsində orada gedən proses istiliyi artıracaq və istiliyin artmaz. Bax, təzyiq və temperaturun dəyişməsi nəticəsində orada nə meydana gələcək? Metamorfik suxur meydana gələcək. Bəli, buna görə deyirlər ki, kristalik bir növrədə magmatik və magmatikdən yaranan metamorfik suxur formalaşa bilər. Çətinlik çəkdiyim sizə də oldu ki, mənim orada mən şəkli təyin edə bilmirəm ki, hansı bir nə kristaliki göstərib orada bizə, yoxsa nəyi göstərib bizə. Onu təyin edə Bax, gəl belə deyək də, platforma hissəsində, sən özün baxırsan, tutaq ki, gəl belə bir şey fikirləşək, bax, bu platformadır, bax, 1 ilə 2-ni veribdir sənə, düzdür? Sənə köçmə suxuru, sən götürüb alta verə bilməzsən. Niyə? Köçmə suxurun yaranma prosesi nəyinəndir? Köçmə suxuru necə yaranılır? Eksogen qüvvənin təsiri ilə. Bu alt hissəyə eksogen qüvvə təsiri göstərə bilərmi? Yox.
Demək ki, üst hissə, açıq olan hissəyə eksogen qüvvə təsir göstərəcək. Ona görə sən ikiyə verərsən köçmə sütunları. Artıq o bir hissəsinə eksogen qüvvə təsir edə bilmir ya, sən onu məcbursan ki, endogen qüvvə ilə yaranan prosesə Onu götürərsən. dəniz kimi başa düşmək olar o görünüş. Yox, Su özəsi kimi. su kimi başa düşsə o nöqtələr şəklində verməz dasını. Çünki boşluq sığına çəkilirdi. Ay, bax görsən orada nöqtələrlə zadla verirdi. Su olsa bu şəkildə verməz axı sənə. Aydındır, vəssalam. Hə, su keçirməyən və üzvü mənşəli köçmə. Üzvü mənşəli köçmədən yanar faydalı qazıntılar yaranır. Yəni bu özü də köçmədir. Sənə götürüb birə köçmə verə bilməz axı. Birə yəni maqmatik verməlidir. Baxın, bəzən sizə deyər ki, bu çaşdırma üçün metamorfikin yerinə yazar ki, köçmə suxurdan yaranan metamorfik. Yox. Köçmə suxurdan yaranan metamorfik, məsələn, hənc daşı mərmərə çevrilirdir. Götürüb mərmərə ola verə bilməz, kristalik növrəyə. Düzdür? Amma qranit qneysə çevrilirdir. Qneysi nə demək olur? Vermək olur. Çünki qranit magmatik deyil. Qranit magmatikçə ondan çevrəndə filiz olacaq da, yenə kristalik növrənin təşkilində biləcək. Amma əhəng daşı köçmədir. O istilik temperatur təsiri ilə mərmərə çevriləcək. Mərmər köçmədir, mərmər götürüb sən kristalik növrəyə verə bilməzsin. Kristalik növrədə lavanın soyması nəticəsində magma rolu oynamalıdır, mütləq şəkildə. Aydındır? Çətinlik yoxdur ki. Hə, buyur. Sonra nə var orada? Müəllimlər, heç bir sualımız qalmasın. Hamısını verir ki, təkrar testi işləyəndə orada möhkəmlənək. Buyurun. Deyəm, 30 hissədə baxarıq. Qatırağımız səhv deyil. Cəvahir, sual yoxdur. Sualları ver, mütləq də əlavələrdə iştirak edin. Oldu. Gəlsin suallar. Sizdə yoxdur müəllimlər? Müəllimlər, mən istədiyim kimi işləmir sizə testlərdə. Necə edək? İşləyənlərin oraya arada, amma işləməyənimiz çoxdur. Sən də işləməmişsən. Niyə? Nə fikirləşdi? Sən köməkçisin, sən tez yandan sonra. Yaxşı. Davam edeyim mi? Edək, davam edək. Amca yazmışsan sən? Aha. 24-cü sual davamına gəlməli. 24-cü sual davamına gəlməz. Ver mənə onu bir dənə. 83. 83. Səhifə 80. Səhifə 83. Yok, bir tane ben ekran sordu. Ablam sordu. 68, 28, 28. Alca, fiziki aşınma. Bunun fiziki aşınma neyle alacağız? Səhralarda. Bəli, temperaturun kəskin dəyişməsi nəticəsində. Yəni, səhralar gündüz həddindən artıq isti, gecələr həddindən artıq soyuq olurdu. Onun da səbəbini araşdırmışdım. Demişdik ki, əgər yer səthi ilə atmosfer arasında bir bulutlanma yaranarsa, bulutluluk olarsa, bulut imkan vermir o istiliyin qalxıb axşam atmosferə yayılmasına. Bulut o arada sərhəd yaradır da. Elə bir ki, fikir verir. Bir var ki, atmosfer açıq, bunun sərtdir. Gündüz düzdür, çox daha isitdir. Düzdür. Gecə soğuyan kimi bu istilik neyini tərkibdən ayrılır. Ayrılan zaman bir var ki, bu kosmosa yayılsın. Bir de var ki, bulutlar bunun qarşısını kəsir. Bu arada ne yaradır? Bəli, bu arada balans yaranır, balans. Bu istilik balansı yer səthini həddindən artıq soyumaqdan qoruyur, bulutluluk olanda. Çünki o su buxarı yığılıb qalır. Su buxarı imkan vermir yer səthi çox soyusun. Amma səhrada bu bulutluluk olmadığına görə, gündüz necə var qızır,
elə isidir, gecə də soyur yayılır atmosferə, yer səthində o şəkildə soyur. Aydındır. Bax, ona görə gündüz isti, gecə soyuq olanda, dedik ki, gündüz isti olanda cisim genişlənir. Soyuq olanda bərk sıxılır. Bu proses gün ərzində davam edəndə günlərlə, bax, bu şəkildə. Oradakı bütün süxurlar aşınır, qum vəziyyətində düşür. Buna da biz deyirik nə? Fiziki aşınma. Fiziki aşınmada harada çox oldu? Səhralar. Temperaturu gündüz yüksək, gecələr aşağı olduğu səhralardır. Qışda da olur. Qışda da olur. Bax, səhralar qışda belə deyək də. Bax, Mərkəzi Asiya var. O iqlimini mən nümunə gətirəm. O Mərkəzi Asiya var. Mərkəzi Asiya yayda həddindən çox istidir. Qışda həddindən çox soyuqdur. Bilmiyorum, tabii ki, gəldim. Buyur mənə. Bizdə də Naxçıvan arasında da elə bir... Nəsə deyirdim? Bizdə də var, Naxçıvan arasında. Ne olur? Benim bir sınav güzel yapmışım. Son bir istedik. Çok sağ olun, ihtiyaç yok. Gelecek kendisi. Memnun oldum. Teşekkür ederim. Çok sağ olun. Gelecek kendisi. Çok sağ olun. Hediyem bir şey olur. Dikkat ettiğinize göre sağ olun. Teşekkür ederim. Allah razı olsun. Yaxşı, mənim də sizə bir dənə çay qonaqlığı boş. Yaxşı, imtahandan zaten yaxşı çıxar, inşallah. Belə, çox sağ olun hər biriniz. Siz sağ olun. Diqqətiniz üçün, dəyər verdiyiniz üçün, mən də çalışacağım ki, həmişə dəyər verim sizə və nəticələrimiz istədiyimiz kimi olsun. Amma siz də çalışmalısınız. Yaxşı, biraz çalışaq, təmbəlliyi yığışdırın. Olur. İndi mən də yeni yaşımda yəqin ki, siz yeni uğurlar verərsiniz, amma İnşallah. Geçən nəticə lazımdır. Oldu. Aha. Yəni, mənə hədiyyə, ən böyük hədiyyə nə olur? Bu il ən azı bir 37-40 arası yazmaq. Ən azı. İnşallah. Yəni, mənim ən böyük hədiyyəm olur. Bu da hədiyyədir. Ən böyük hədiyyə mənim üçün olur. Yaxşı nəticə. Hazırladığı istəyir abituriyent tutulsun, istəyir müdavim olsun, o müdavimdən qəşəng bir nəticə götürmək hər müəllim üçün bir hədiyyədir. Bunun üçün də çox sağ olun, əziyyət çəkmisiniz. Necə deyərlər, diqqətiniz üçün təşəkkür edirəm. Biraz məndə danışıq bu deyil. Yaxşı. Amma indi daha bunu hədiyyə eləmişsiniz. Çox sağ olun, əziyyət çəkmisiniz. Amma mən hədiyyəmi lığda alacağım. Yaxşı, iyul ayında mən nəticə edirəm. İndi, müəllimlər, davam edirik. Bax, səhralıq ərazilər, səhralıq ərazilər, biz bunları keçəcəyik. Bunu çalışdığım qədər, indi vaxt olarsa, qruplarda, otaqlardan birində, proyektor dərsində, o iqlim xəritəsindən keçəcəm. Orada iqlimdə bəzi məsələlər var, daha diqqətlə yanaşacaq. Bax, bu 5-in qoyulduğu yer ekvatora yaxındır. Biraz düşürdür. Ekvatora yaxın ərazi, bu ekvatorial iqlimdir. Yəni, burada səhranın olması mümkün deyil. 4'ün olduğu yer. Bax, fikir ver, hamısının biraz seyirlidir. Bax, 4'dür, 6'dır, 5'dir. Bunlar hamısı ekvatora yaxın ərazilərdir. Ekvatorial iqlimə mənsub, istər yayı, istər qışı, rütubətli və isti olan ərazilərdir. Bax, rütubət və isti. Orada kimyəvi aşınma aslında. Orada kimyəvi aşınma, bir də kimyəvi aşınma olan yerdə mütləq nə var? Üzvü aşınma. Çünki kimyəvi su ilə gedir, rütubətlidir, düzdür. Rütubətin olduğu hissədə də canlı aləm. Bəli, çox yaşayır. Canlı aləmin çox olduğu yerdə üzvü aşınma var. Bunlar ikisi də bir-birindən düz mütənasibdir. Yaxşı, bəli. İkinci bir proses. Bax, keçid ağrı səhralara baxaq. Bax, bunu qoyubdur Liviya səhrasına. Bəli, Liviya ərazisində zaten ən yüksək, onun paytaxtı Tripoli. Tripoli ən yüksək temperatura malik ərazisi 58.2, düzdür. Dəyişiklər, burada bir dəyişilmə var. Onları da qeydlə götürəcəm sizə, yaxşı mı?
Hələ ki deyirlər, amma tam təsdiq götürmür. Yaxşı, o haqqında danışacağım. Sonra, təbii ki, Turanovalı. Turanovalı haqqında nə deyə bilərik? Cavan platformadır, əla. Cavan platformaların bir növrəsi qədər Kembridən sonraki dövrdə formalaşır. Bəli. Onda biz hansı mərhələdə yaranmış dağlarımızı cavan platformanın üstü kimi götürə bilərik? Üst istərsən. Bax, bizdə Baykal qırışığı, Kembri Ordovi Baykal qırışıqlıdır, düzdür? Zaten Kembri'den sonra ne olacak? Cavan. O da fəaliyyətini dayandırırsa cavan platformanın arasında çevirecek, düzdür? Məsəl üçün, tutaq ki, Ural dağları baxırıq hepsi, düzdür? Ural dağları hepsində yaranmaya başlayıb bugünkü gündə platformadır. Demək, onun formalaşması Kembri'den sonra baş verirsə, olduğu ərazi cavan platforma ərazisidir. Yaxşı, Qərbi Sibirin davamı kimidir? Qərbi Sibir öz cavan platforma deyil. Bəli. İndi fikir verin, bir şey demiştim mən. Yadınıza salın. Bir demiştim ki, anti-sinklinal, bir de demiştim ki, sinklinal. Düzdür? Bir de onun platformada antikriz. O postgraven kırılmadır. Demiştim ki, geosignaldan 3-cü mərhələdən əyilib qalxmış, əyilib enmiş kimi keçir 4-cü mərhələyə. Əslində platformalarda əyilib qalxma, əyilib enmə deyə prosesi baş verir. Alt hissə bərci baxın. Sınıb enmə, sınıb qalxma baş verir. Düzdür? Əsas. Amma demişdim ki, geosignalın 3-cü mərhələsində ola bilir ki, baxınlar fikir verin. Bu geosignal mərhələdə antisinklinal və sinklinal ərazidir. Düzdür? İndi bu, başlayın parçalanmağa. Parçalanıb bura yığılır. Onda fikir verin müəllimlər. Avtomatik bunun yüksəkliyi azalır. Bunun da yüksəkliyi azalır. Baxın, belə bir şey baş verir. Bax, bunun yüksəkliyi azalır, bu da azalır. Onun dərinliyi azalır. Onun dərinliyi azalır. Bunun dərinliyi, bunun da hündürlüyü azalır. O parçalanma, devilyasiya və akkumulasiyanın ardıcılığı nəticəsində. İndi bu proseslər baş verdikdə, avtomatik şəkildə bu 3-cü mərhələdən antisinklinal və sinklinal 3-cü mərhələdən 4-cü mərhələyə olduğu kimi keçirsə, o çevrilir platformada antikliz, sineklizə. Yaxşı, bəli. Keçir buna. Bu öz yerində. Sonra, indi bir də orada bu səhralardan bura gəldik, bir də Turanovalı ilə bağlı. Turanovalı səhra 3, Livya səhra, bir də 2. Avustraliyanın mərkəzindən də zaten nə keçir? Tropik xətti. Tropik xətti keçirsə və o tropik xətti qurunun üzərindədirsə əsasında. Orada mütləq nə yaranacaq? Bəli, quraqlıq. Amma istisnalar var. O istisnaları yada deyək ki, harada qurunun üzərindən keçəndə orada nə yaranmır? Məsəl üçün, səhralar formalaşır. Bəli. İqlimdə bəzi məsələləri toxunacaq. Ağda başa düşdüm bunu. Bax, 3-dür, 1-dir və 2-dir və son. Tamam, orada iqlimdə bir maraqlı məsələlərə toxunacaq. Dənizin içində səhra yarana bilər. Bəli, dənizin içində səhra iqlimi, səhra tipi formalaşa bilər. Əslində mümkünsüz görsənir, düzdür? Təsəvvür edə bilmirəm. Tropika düşübsə belki de var. Bize diyeceğim sağ Dənizin içində bir ada var. Orada səhra tipi yarana bilər. Bəli. Bəli. Belə yarana bilər ki, əgər o ada böyük adadırsa, ətrafı məsəl üçün dağlarla, uca dağlarla əhatə olunsa, bir ehtimal kimi deyil, amma dəqiqliyin bilmirəm. Dağlarla əhatə olunubsa, sonra buludluluq yaranma söhbəti yarana bilər. Və yaxud ki, cərəyanın təsiri də ola bilər. Bəli, toxunacaq bu məsələlər xırdalıqlardır. Onlara da ətrafında izahda toxunacaq. Yaxşı, davam edək müəllimlər, suallar gəlsin. Nə ki, diqqətsiz sualınız var, hamısını verin. Elə deyək ki, burada o xırdalıqlara dərindən toxunaq, növbəti təkrar kitabımızda çox problemimiz olmasın. Yaxşı, baxaq. Səhifə
Bu mövzunun sualı Siz olmaması deyil. 23 demişdiniz. Sen. Xeyr, mən 10 baxdım, 10 başa düşdüm. Başa düşdün. Problem yok ki. Evet. Yaxşı, tamam benim. 17. Hansı mövzu 17-si? Paleotektonik nə deməkdir? Tektonika hərəkətdir. Paleo qədim. Qədim. Qədimdə hərəkətli olan zonalar. Bu gün geosignalda yerləşən neotektoniklərdir. Düzdür, ölkələri denən bilmir. Denən gəlsin. Norveç. Norveç, İsveç. Skandinaviya ərazisi. Skandinaviya ərazisinin Qədim. Skandinaviya dağları zaten hansı qırışıqlar? Paleozoik. Kaleidon, qədimdir. Geosignalda yerləşənlər bugün neo, yeni tektonik. Yəni bugün hərəkətdə olan. Yaxşı. Sonra davam edirik. Avstraliya. Avstraliya təbii ki Platform özü. Sanki bir yerdə. Geosignal. geosignaldır. Xeyr. Zəlzələ olmur. Ben desem ki, tutaq ki deyirəm ki, Avstraliya materikində zəlzələ olmur. Hansı sual verirsin? Ha. Avstraliya materikində zəlzələ olmur. Düz deyirəm. Avstraliya qitəsində Qitəsində deyirsinizsə, qitəsində olur. Qitə sualtı davamla bir yerdə götürülür. Avstraliyanın sualtı davamı idi Sakit Okeanla toqquşan. Demək orada olacaq. Amma burada olan zəlzələ bura çatmır. Axı demişdim, bura vurulur, bura artıq zərbə gəlib çatmır. Düzdür? Bəli, odur. Qitə adalarla bir yerdə, sualtı davamla bir yerdə götürülür. Yaxşı. Amma materik suyun üzərində olan vahid qrup parçası olaraq götürülür. Ona görə materikdə zəlzələ olmur, amma qitədə zəlzələ olur. Yaxşı. Sonra İrlandiya. İrlandiya təbii ki özdə İrlandiya belə deyək, materik mənşəli adadır, Böyük Britaniyanın yanındadır, paytaxtı Dublindir. Amma İrlandiya adasında iki ölçü yerləşir. İngiltərə, Şotlandiya bir hissəsində bu ərazidə yerləşir. Yaxşı. Sonra Belçika. Avropada, baba bu hissədə, Belçika ilə Niderland, yan-bayana bu hissədə, Fransa tərəfdə. Yaxşı. Baba burada. Təbii ki, platforma. Sonra, yəni platformadsa paleotektonikdir. Geosignalsa neotektonikdir. Sonra Nepal dünyanın ən böyük zirvəsi yerləşən hissə. Nepal paytaxtını bilən var? Yox, Nepal paytaxtını Katmandu, əla. Nepalda bir xalq yaşayırdı deyilir. Ambal xalqlar. Şeriflər, bəli. Alpinistlərin yükünü daşıyan şeriflər. Nepal, dünyanın ən böyük zirvəsi Everest 8848 metr. Sonra bu neotektonikdir. Malazya. Malazya düşər. Malazyanın paytaxtını kim deyə bilər? zəif yerimiz deyil bu paytaxtdır. Bəndər, Saqib, Dəmrəvan. Yox. Kuala Lumpur. Bəndər, Saqib, Dəmrəvan Bruneyin paytaxtıdır. Malazyanın bir hissəsi Kalimantan adasında yerləşir. Kalimantan. Bir hissəsi də bu hansı yarımadamızdır? Malakka yarımadasında. Bəli. Geosignala düşür mü? Düşür. Niye düşür? Buradan Hind-Avustraliya havası toqquşur Avrasya'yla. Yaxşı? Bəli. Kalimantan digər adını bilirik. Borneo. Borneo adası. Bəli. Yaxşı? Sonra bu da düşdü neotektonika. Braziliya. Braziliya təbii ki paleotektonik. Yaxşı. Sonra Danimarka. Danimarka hansı yarımadada yerləşirdi? Jutlandiya yarımadasında. Jutlandiyada yalnız Danimarka yerləşir. Almaniyada yerləşir. Bəli. Jutlandiya yarımadasında Almaniyada yerləşir. Bunun yaxın çəkilişini izahlı şəkildə paylaşacağım. Şeydə göndərəcəm, baxarsınız. Hidrosfer bölməsinə çatanda. Burada boğazlar var. Bəzən qarışdırılır. Onları ətraflı keçəcəm. Kəşiş edəcəm. Bu öz yerində. Jutlandiyada bir Almaniya yerləşir, bir də Danimarka. Yaxşı. Sonra
Bura ne olacak? Paleo-tektonik ne olacak? Bəli, paleo. Ara ne o? Paleo. Geosignal değil ki. Ha dalga koyuyor. Sonra ne var orada? Əlcəzair. Ne o? 3 ölçü var idi ki, Atlas dağları uzanırdı. O hissəydi. Əlcəzairdir, Mərakeş, Mərakeş, Əlcəzair, Tunis. Yaxşı. Bir dənə orada paytaxtı fərqli olan, adından fərqli olan Mərakeş idi, Rabat idi paytaxt. Mərakeş də özdə dünyada seçilir. Bilirsiniz nə ilə seçilir? Mərakeş. Təbii ehtiyatlarda. Dəmir fiziki. Fosforitə görə. Bəli, birinci yerdə fosforitə görə. Yaxşı, Mərakeş. Mərakeş, Əlcəzair, Tunisdə yerləşir. Atlasın zirvəsini kim deyir? 4165. Bilmirsən? 4165. 4165 və 5165 araydan. Ağrıda. Məlikə, sən mənə denən görək, bayaqlarını dedim. Denən görək, Pont dağları Türkiyənin hansı ölçü arasında düşürdü? Pont. Gürcistan. Bəli, Tavr isə Tavr Türkiyə ilə Suriye. Suriyə arasında düşür. Yaxşı, Məlikə, birinci müəllim. Gələn səfər xərdindən sən çıxarsan. Məlikə, ikinci sən çıxarsan. Cavahir. İladən qapını. Mən çıxarmayım desəm, mən çıxmam desəm də mənim məcbur çıxarmayım. Mütləq şəkil. Gələn dərsi öyrənirsən, yaxşı. Mən sabahlarımızda. Mütləq. Saat 9-da Gələn dərsdə günəş sistemi olacaq sabahları. Gələn həftəyə də litosfer olacaq. Ama sabah ben geldiğimde güneş sistemine gelmiş. Gəlsən nə olur ki, bəlkə nəsə bir yeni bir söz eşitər. Hakkım yok ne yani hakkım var yani. Hətta gəlmək olursa gəlin. Niyə gəlməyəsən? Gələ bilənlər, müəllim, siz gəlmişsiniz də günəş sistemində, Yok. saat uşaqları, bunlarda gəlməmişsiniz. Bu seferiydi. İndi iştirak edəməyəsən sən. Gələk mən əlavələri çoxaldan, mütləq şəkildə gələsiniz. O bir sorumda. Mütləq şəkildə gəlin mən. Sabahlarım, azı bir 2 saat yarımlıq əlavə. Yaxşı, birinci müəllim çıxacaq. Cəvahir, ikinci sən çıxarsan, Dediyimiz ikinci gün gələcək. üçün, deməli. İkinci gün üçün, deməli. Hə, da ikinci gün. Ben Təhlükəyə. sadece Hə, sonra üçüncü Elnarəni çıxardacaq, dördüncüdə Mələkəni. Yaxşı, biraz xəritəni çoxaldırır. Sabah yox, gələn həftədə zaten əlavə olacaq litosferdən. Orada hamıya vaxt çatacaq, qəşəng şəkildə. Hamı gələcək xəritəyə. Yaxşı, sonra nə var orada? Əlcəzairdə Geosignala düşür. Polşa getdi, paytaxtı Varşava. Bəli, paytaxtı Varşava Baltik dənizi sahilində yerləşən ölkədir. Sonra çıxışı var yəni. Meksika. Meksika Geosignalda yerləşəcək, neotektonik. Sonra nə var? İran. Neotektonik, Geosignal ərazi. Hindistan. Adından da məlumdur. Adından da məlumdur, Hindistan şimalı düşür. Belarus. O paleozuydu məncə. Bəli. Belarus getdi artıq. Qədim platformaya. Yaxşı. Bəli. Baba bu hissədə. Polşaya sərhəd, Polşa, Ukrayna və Rusiyaya sərhəd. Sonra Avstraliya. O da paleoteknik. O da qədim. Sonra hansı? Almaniya Almaniya Federasiyası. Federativ Respublikası. O da getdi qədim. Yəni əraziyə. Onun heç müəyyən hissəsi düşür, hansısa bir şeyə, seçimi yox. Cənub hissəsi düşür. Düşür. Hə. Sərhəddə düşür, çox hissəsi qədimdir. Cənubda alt dağları sərhəddə yerləşir. Yaxşı? Bəli. Sonra nə var orada? Yeni Zelandiya Düşür məncə. neotektonikdir. Bir de İrlanda. İrlandiyada qədimdir. İndi orada qədim olanlar hansılar oldu? A variantı. Norveç, Avstraliya, İrlandiya, Belçika. Vəssalam. Bunlar hamısı əsasən də Avropada yerləşir, qədim olanlardır. Almaniyanın çox hissəsi paleotektonikdir, cənubdakı sərhədli alt dağlarına düşən hissə neotektonikdir. Yəni çarəsiz qaldıqda sən görsən cavab çıxmır, Almaniyanın neotektonikə verə bilərsən. Oldu? Aydındır, yaddan çıxmasın. Sonra
Ne var orada başka? Gelsin. Yoktu. Mən növbəti mövzudayım. Prosta sualı varsa davam edərsən bilmiyorum. Sual varsa dedim. Ben de yok. Ha, yoktu. Devam edeyim. Sual verək. Ben iki sen düşünmemsen. Matrikler düzelmişler. İçeri bir yeni bir. Vücutta var sınırıyor falan. Öğrenmişsen. Yaxşı. Gel Melike. Gel orada dayansan arada bir dağlar soruşarsın. Gel orada. Ha, gel orada. Ha. Dinlemedim. Aha, yoxsa ora çıxır. Yok orada çıkacak. Dağları buradan soracağım. Sen ver gel. 25. Ben bir de sorayım. 25. Səhifə 83-də Bir idi. de sorayım. Neçənci sualdır? 69 litrosfer tavalarında. Ha, burada sana geosignal kuşakları verir daha. Kaliteler çekebilmem. Bak, Cənubi Amerikanın bu hissəsini verir. Sonra alt Himalayı verir. Bir de oldu göğsü verir. Evet. Tamam, 3 tanesini verir. Şimdi burada biraz kalite silinitli. Ona göre. Sadece buradan Cənubi Amerika'nın Onu görünür. tapdın ha. Ha. Avtomatik geosignal olarak verir. Görsen. Bildiğin kalite görsen. Şimdi bir tane önü oku seçer. Oku bir tane. Sakit Okyan'ın qərb seysmik zonasını əhatə edir. Sakit Okyanın qərb səhradır. Necə? Bu da Avrasiya. Avrasya. Getdi buna. Bəli. İki materik litosfer tavalarının toqquşma zonası. İki materik. Alp Himalay. Alp Himalay. Okyan litosfer tavalarının toqquşma zonası həmin dağ silsilələri yaranır. Dağ silsilələri. Baba ben demiştim. Niye burada dağ silsilələri yaranır? Su altı davam yoktu. Ama burada ada yarmada yaranırdı. Su altı davam var idi. Yaxşı. Sonra Çox sayıda adalar qürüsü var. çok sayılı adalar görürsü. Adalar görürsü. Yarımadalar. Avrasiya. Avrasiyanın şərqi. Avrasyan şərqi, Sakit Okyanın Qərbi. qərbi. Sonra Nasko və Cənubi Amerika adalarının toqquşma zonasında yerləşir. Ha. Bizlər bu Cənubi Amerikadır. bir, bəli. Digər geosinkral quşaqlara nəzərən fəaliyyətdə olan vulkanlar daha azdır. Fəaliyyətdə olan daha vulkanlar daha azdır. Məncə Daha azdırsa Alp Himalaydır. Platformada şey yoktur. Vulkan yoktur. Yaxşı. Daha azdır. Yani bu geosignal quşaqları verir. Dansında daha azdır. Təbii ki burada. Yaxşı. Hansı vulkanlar çoxu sönmüşdür. Fəaliyyətdə olan hansı vulkanlardır var? Bak Akbenində. Akbenində hansı vulkan idi? Vezuvi. Vezuvi. Sicilya'da. Etna. Etna, bir tane de burada Stromboli. O da Stromboli adasındadır, öyle balaca adalar. Yaxşı, bəli. Avropada bu hissədə olan budur da. Yani qalanları bu hissədədir, bu hissədədir və buradan. Burada 20'den artıq vulkan var, biz sadece 3'ünü deyirik. Palçıq vulkanlar heç cür aid eləmək olmaz da bu fikrə. Yox, sənə geosignal deyir, orada da sənə vurgulayır da hansı vulkanlar. Sən palçıq vulkanları deyəndə pis orada vulkan götürürsən. Və əsasən ovalıqlara yaxın, neftli qazlı ərazilərə, şef zonasına yaxın olan ərazilər yerləşir. İndi bu öz yerində. Qaldı aynı. Tam başa düşdüm. Sonra nə var orada? Müəllim deyilən gəlsin. Səhifə neçə demişdi? 83-də 25. 83'te 25. Aynı yazmışsan onu. Orada ikinci, üçüncü necə məsələn fərqləndirirsiniz? Düzgün vermədi. Bax. 83'te 25. Bir cavab verin. Ha, cavab. Aha. Bax, müəllim, birinci növbədə bir dağlıq ərazidə əgər fəaliyyət dayanıbsa, o demək neçənci mərhələyə keçibdir? 4-cü mərhələyə. Bir ərazi platformadırsa, o demək geosignallığın 4-cü mərhələsidir. Və cavan ola bilərmi? 7'den cavab oldu. Platform olarak yok. Ərazi olarak cavan ola bilər. Ərazi olarak cavan ola bilməz. Cavan ərazi, bax, neye deyirik? Qırışıq. Qırışıq neye görə deyirik? Hərəkətlidir, cavandır. Düzdür? Bir de deyirik paylı.
Neye göre deyirik? Bugün faydalıdır. Qədimdə yaranış var idi, qədimdə qırışıqlıydı, amma bugün nəzərdən faydalıdır. İndi geosignal ən aktiv dövrünü keçirir 3-cü mərhələdə. Toqquşur. Düzdür? Bax, sənin ayrılmanın verdiyi zəlzələ ilə, toqquşmanın verdiyi zəlzələ bir ola bilərmi? Təbii ki, yox. Düzdür? Toqquşma daha güclü olar yəni. Bəli. Sən istəyirsən, bax, gəl belə deyək də, bu birləşmədir. Bax, tutmuşsan. Nə qədər dartırsan da, bilərdən ayrılanda o qədər zəlzələ vermə. Bax, əsl zəlzələ prosesləri buradadır. Düzdür? Bu proses bir də burada baş verir. Bax, bu sərhəddə baş verir qırılmalar, zəlzələlər. Bu toqquşanda müəyyən qədər baba görürsünüz, bu hissəni də əhatə edir. Yəni, ən güclü zəlzələlər toqquşma mərhələsində, geosignalın 3-cü mərhələsində özünü daha çox göstərir. Aktiv zon olaraq. 3-cü mərhələ isə ən güclü toqquşmaların olduqdan sonra yavaş-yavaş soyma prosesi gəlir. O geosignal 4-cü mərhələyə keçir və platformaya çevrilir. Artıq bütün enerjisini neyini? Bitirməyə başlayır. Bəli, indi bax burada. Sənə Atlas dağları verib. Yaşına görə bilsən ki, zaten geosignalda yerləşikdə bu cavandır. Və cavandır, təbii ki, 3-cü mərhələ olacaq geosignalın. Bir dənə indi mən də izah verməmiş bir söz soruşum. 3-cü mərhələ dediniz ki, aktivdir hal-hazırda faali dağ, qırışıq dağlar. Qırışıq dağlar. Faali dağlar getdi neçənci mərhələyə? 4-cü mərhələ. 4-cü mərhələ. Fay platforma. Fay platforma. Platforma isə 4-cü mərhələ. 4-cü mərhələ. Bəli. Yerdə qaldı 1 ilə 2, onu necə müəyyənləşdirək? 1 ilə 2-ni bu dəqiqə yer qalıbdımı? Çox da yox, götürmür. Bəli. Sadəcə o ilkin parçalanmalar demişdim, hələ tezə Pangeya parçalandı 2 hissəyə. Birinci parçalanma. Bugün də var, birinci mərhələnin olur. Sadəcə ayrılma hissələr. Məsələn, adalar, vulkanik adalar. Birinci mərhələyə aid edə bilərsin, geosignalın birinci mərhələsinə. Yaxşı. Onda divergenti biz götürürük. Birinci mərhələ götürürlər. İkinci mərhələ üçünsə? İkinci mərhələ çox yerdə yoxdur. İkinci mərhələ o paleozoy erasında belə bir şey baş verirdi. Gördük ki, daha doğrusu mezozoyda. Tavalar artdı, tavalar bir yerdə toqquşurdu, bir yerdə ayrılma baş verirdi. O zaman baş verirdi. Daha çox indi nələrdən danışılır? Birinci mərhələ ayrılmadan, üçüncü mərhələ toqquşmadan, dördüncü mərhələ platforma. Əsas budur. Geosignal üçüncü mərhələdə ən aktiv vəziyyətə gəlir. Yaxşı, enerji partlamanın ən yüksək səviyyəsindədir. Geosignaldan sonra artıq geosignal 4-cü mərhələyə keçirsə, o da platforma. Yaxşı, bəli, indi fikir verin mənimlə. Altay, Altayın, Mələkə, gəl Altayı görsən. Zirvəsi deyə bilərsən Mələkə. Dağlar əzbərləmsən, düzdür? Deyilənə görə əzbərliyik. Buyur Mələkə, Altay. Aha. Orada aktardı, orada yani. Babur edin aslında. Tukkal, Altay'a Tukkal. Altay'ın zirvəsi kim diye? Beluqa, ne kadar? 4500. 6. 4, 5, 6. Ortaya da bir tane 0. 4506 metre. Beluqa, gördün mü? Sayan yukarıda, alta aşağıda, Tiyanshan. Özde demişti ki bu dağların şimalı hansı kırışıklıkta yalanmıştı? Kaledon, Canubu, bir tane dağ vardı. Şimalı, Kaledon, Canubu hepsini olan. Denim da, ürəyində denim. Appalaçın zirvəsini kim deyir, özü deyir. Ne kadar? 2037 metre. Harada Appalaç? Yerini görsən. Görsünlər. Alfalar. Bəli, müəllimlər, Altay Beluqa. İndi deyirsiniz ki, müəllimlər, Altayı bəs aid edəkmi? Mən onu soruşacaqdım. Qırışıq faydalar nə gedir? Onu demişdi ki, Bence o mühendislik yarana təzə fəallaşsa da qədimdə yaranmasına görə. Hə, baxın, Altayın yaranışına görə Altayı cavan görə bilməz. Altay cavan deyil, qədim. Yaxşı, ola bilər indi fəallaşsın, indi cavan olsun. Amma yaranışına görə nədir? Qədim. Yaxşı, və indi də fəallaşıbdır. Fəallaşdığına görə
Məncə Buna bir üçüncü mərhələ deyilir. deyilir. Bəli. Altda seyf reallaşıqdır. Üçüncü mərhələ olaraq götürə bilərik. Amma alfimalar gerçəkdən quşağına daxil deyil. Yaxşı, kənarda o deyilmi, platformada qırılma baş verir, başlayır aktivləşməyə. Bəli. Sonra, Skandinaviya. Skandinaviya cavan ola bilər. Xeyr. Təbii ki, qədimdir və dördüncü mərhələdir. Düzdür, platformadır abi. Dekan yaylası. Cavan ola bilər, dekan yaylası. Qədimdir. Gerçekten Hindistan şimalıdır. İndi platform varsa neçənci mərhələdir? Dördüncü mərhələ. Bəli. Sonra, Kordilyer, cavan birinci mərhələ. Üçüncü mərhələ. Kordilyerlər həqiqətən cavandır və toqquşmadadır. Birinci mərhələ toqquşma olmaz, ayrılmaz. Yaxşı. Kordilyer dağları, ümumi götürsək, Kordilyer dağları alt qırışıqlığıdır. Sadəcə Kordilyerin iki hissəsi var, sahil, mərkəz və qayalı. Qayalı hissələri Kimveri, Mezozoy qırışıqlığıdır. Yaxşı, qayalı hissəsi Kimveri, Mezozoy qırışıqlığıdır. Dən çəkiliş götürərsən. Aydındır mənim, səndə bu qaranlıq qalmışdı, elə mi bir dənə? Mən bir də Piriney yarımadası qədim. Piriney yarımadası deyə bilir, cavan. Cavan. Gerçeğin altı. Üçüncü mərhələ, yaxşı, vəssalam. Sonra nə var orada? Başqa. Bu sualı başa düşdüm. Kitabdan oxudum, mən başa düşməmişim həqiqətən. Qarışıq verildi. Aha. Sonra nə var? 28-də orada bir damcı aşağı verin zəhmət olmasa. 28. Geoloji dövr, Kaynozoy, Mezozoy, Paleozoy. Yəni bu adi bir şeydir, buna baxmayaq. Baxmayaq, bir də baxaq, diqqətsiz deyirəm. Kimveri qırışıqlığı baş veribsə, Mezozoy, hələ özün adı ilə. Tektoçyanın qapanması prosesi. Onu səhv eləmişim. Yok hayır. Mezozoy Dördüncü yok. dövrde kaynazoydu. Kaynazoy. Denizde. Tektoçyanın altında nə var? Hansı o şeydir? Azərbaycan. Azərbaycan üzə çıxır. İndi bax Azərbaycan'a keçəndə bir dəfə izah edəcəm. Relyefli, geoloji yerə baxma. Mezozoyda tam qapanma yoxdur. Kaynazoyda. Mən onu Mezozoya götürmüşdüm. Paleozoyda teks okeanın üzündə hələ belə adalar olur. Bax bizim iki dənə zonada, iki zonada Paleozoyda üstü olur. Hansı ərazilərimizdə? Bir, Tovuzda Ərslikçay Zəyən çaydı ki, bizdə Paleozoy dövründə suyun üzündə olubdur, teks okeanın üzündə olubdur. Bir də Sədərək ərazisi, Sədərək düzü var ha. Sədərəkli və dərinliklərin çox cüzi hissəsi suyun üzündə olubdur. İndi ona uyğun olaraq mən məntiqi olaraq izah edəcəm sizə, Azərbaycanın geoloji dövrləşməsini izah edəcəm. Orada baxacaq, orada bu məsələləri də tərcümə olunacaq. İndi teks okeanı qapandı, Kaynazoy. Skotali və Kerski dağları əmələ gəlmişdir. Mezozoy. Kerski, Skotalini görsət görəməliyik. Görsət görən nə görsətsən? Aha. Skotali. İndi bu hansı ölkənin arasındadır? Skotali. Skotali. Çin'də mi? Japonya. Mongolistan. Rusya. Rusya. Skotali və Fiyantı Kerski. Nüfusun Rusya'nın arasıdır. Yaxşı. Və hansı qırışıqlığa aiddir? Kimveri, Mezozoy qırışıqlığına. Pangeya qurşunun parçalanması, Pangeya iki hissəyə parçalanır. Paleozoy. Hansı hissələrə? Lavrasiya Gondwana. Lavrasiya və Gondwana. Cəvahir, sən mənə görə Avrasiyaya yad qrup parçaları hansılar idi? Ərəbistan. Hansı erada parçalanıb gəlmişdi bura? Mezozoy. Bəli. Mezozoyda materiklərin parçalanması prosesində Mezozoydur. Ərəbistanla Hindistanın Avrasiyaya gəlib birləşməsində bax, Ərəbistan, Hindistan tavalarının və Afrikadan və Avustraliyadan ayrılması da Mezozoydur. Yura. Təbaşirdə gəlib birləşir. Yaxşı, bəli. Gondwana materiki də buzlaşma baş verir. Buzlaşmada nə vaxt baş verir? Aydındır.
Müəllimlər anlatmadan nəsə var? Xeyr, bir dənə orada tez oxuyan qapanması idi, səhv çıxmışdı. Aha, ona həmişə diqqətsizlik eləyirlər. Qapanması prosesi odur. Tez soçyanın yaranması nə vaxt deyirlər? Nə parçalar tez soçyanın yaranması? Panceya. Panceya nə var parçalar? Hallezoiddən. Hallezoid ilk şey. Yaxşı. Bəli. Vahid qrup. Bəli. Sən, mən üçün sən müəllimdən görə, mən üçün yox, Elmar müəllisi. Elmar, niyə kriptozoy eonunun gizli həyat adlandırır? Səbəb nə ola bilər? Deyim. Yox. Elmar'a deyə bilərsən, beyin donu, gələn səfər sən çox ayaqda qalarsan. Deyirəm ki, kriptozoy niyə gizli həyat adlandırılır? Çünkü kanunları Nə qalırlar? Niyə tapılmamışdır? Səbəb nədir? Skeleti yox idi. Yəni tapılmamışdı, skeleti yox idi. Mikroorganizmlər, bakteriyalar, ətdən ibarət canlılar. Düzdür? Bəli. Çünki onurğa yox idi, sümük yox idi bu. Yaxşı, bu ömür boyu kürsədə, minillər ərzində kürsədə torpaqda nə saxlayır? Fösil izi saxlayır. Yəni quruluşu görsədən bir iz saxlayır. Amma ət təbii ki, çürüdür, qaçışdı torpağa. İndi gəl ayrıt edəyəmirsən, ayrı edən. Nə bilərsən forma necə olurdur? Vəssalam. Əla, bu da bir sual. Sonra nə var? Bu səni... Bu mövzu qutardı mən. Niyə dağın ən cavan sahəsi nə işlərə yaşayır? Nətə? Niyə dağın ən cavan sahəsi? Ən cavan sahəsi yerşindir. Okeanda işlərə yaşayırlar. Okeanda fəaliyyətdə olan zonaları götürürlər. Fəaliyyətdə olan. Mən məsəl üçün gəldim, Sakit Okeanın mərkəzinə baxdım ki, burada ada zad yaramayıb. Mən buranın nətər ən cavan götürürüm? Toqquşma zonaları da yəni. Toqquşma zonaları, vulkanik adalar olan zonaları, məsələn, hava adalarının olduğu yeri götürə bilərsən. Yaşı ən cavan hissə. Məsəl üçün, baba, odlu bövüz götürə bilərsən. Amma gəl belə deyək, götürək mən verim sizə orada, Ural dağları. Ural dağları sən təbii ki, ən cavan nöqtə götürə bilirsən. Bizə cavanlaşma nə ilə əlaqədardır? Biz yerdə yaşın müəyyənləşdirməyi, yaşın olmağı, yaranışla əlaqədar bir prosesdir. Yaranma bir vakit dayanır, yaranma tamamlandı. Yaxşı, bax, tutaq ki, universitet girənə kimi sən tələbə deyilik biz. Yox, düzdür. Universitet girdin, baba, universitet girdin, hazırlığa gəlirsən də. O hazırlıq müddətində mən sən tələbə demirəm ama, sən elə bir abituriyentsin. Düzdür. Sən elə tələbə kimi yaranma formulu gedir. Burada da hələ ki, bu dağlar yaranıbdır, amma yaranışı tam tamamlayıb mı? Yox, hələ də davam edir. Sən onu bilə bilməzsən. Sən məsəl üçün buna deyirəm ki, 6194 min. Hələ də qalxma prosesi sözünü davam edəndirir. Yəni o tam formalaşar, platformaya çevrilir, yaranmanı tamamlayır. Ondan sonra başlayır parçalanmalar. Aydındır, vəssalam. Sonra, ona görə bu zonalar hələ də fəallığını saxlayıb, cavan zonalar götürülür. Sonra nə var orada? Mövzu qutardı. Növbəti mövzu istəyir. Keçək. Materiklərdən sonra rəhbərlər. Buyur, materiklərdən güvənə keçək bir iki dənə sual oradan baxaq. Dostlar, Beləcə, bir iki dənə suala cavab verək. Beləcə, sən mənə deyə bilərsənmi? Heç olmaz. Sən mənə deyə bilərsənmi? Deyə bilərsənmi? Afrikada yerləşən 4 dənə vulkan var idi. 3-ü fəaliyyət, biri sönmüş. Görsək. Oradan baxma da, şurama görsəkmək lazımdır. Bəli, budur. Aha. Victoria gölünün qərb hissəsinə yaxın. Kenya yox, Kenya sönmüş vulkandır. Karisimbi vulkanı. Bax, Kamerun, ekvatorun yuxarısında. Kilimanjaro, Karisimbi. Ekvatorun aşağısında fəaliyyətdə olan vulkandır.
Ama Kenya sönmüş vulkandır. Bu da ekvatorun cənubunda ekvatora çok yakındır. Yaxşı sönmüş vulkandır Kenya. Yok, şimalda o aşağı tarafı biraz. Sonra başka sen bana görsen yemek olsun ne? Nallar var vallahi. Görsettin nallar var. Kalahari o vallahi. Düz değil hem Kalahari vallahi. Şehradır değil mi? O vallahi değil Kalahari. Şehradır. O balık şehralanma. Təbii ki, olabilir. O balık iklim. Bir var dinləndiyi deyirsən, bir de var. Səhralık nəylə formalaşır? İqlimlə. Turan ovalığı deyirsən. Turan səhrası yoxdur. Turan ovalının üstü Turan səhrası da. Kalahari ovalığı onun üstü Kalahari səhrası. Yaxşı. Eynidir. Təbii şey. Sən nə möcüzə axtarsan ki orada? Eynidir. Yaxşı. Sonra, mənə deyə bilərsənmi? Mesopotamiya. Hələ Mesopotamiya sözün mənası da iki çay arası deməkdir. Dəclə Fərraq çayları. Yaxşı. Mesopotamiyanın aşağı hissəsində, İraq ərazisində Dəclə Fərraq birləşir, bir çay adı altında. Şətül Ərəb adı altında birləşir və gedib tökülür ara İran körfəzidir. Əla. Sonra sən mənə görə Mekong ovalığı. Mekong. Aha, ara durur. Mekong çayı ətrafı, bəli. Əla. Sən mənə deyirsən, sən mənə. Köşəyinləri oxumsan, materiklərin ən dərin hissələri. Yaxşı, gələn sınırı materiklər keçir hazırlayırsan, keçərlər. Tamam, başlayaq müəllim. Orada materiklərdən də sualımızı verək. Yazın. Neçə? 23. Geçer bir sual. Müəllimlər, kim verir? Tərtə sıkılmə əsasən, yaşıl ilə rənglənmiş ərazi ilə olan xüsusiyyətləri müəyyən edin. Müəllimlər, yaşılla fərqlənmiş ərazi daha çox Kanada ərazisinə düşür. Daha çox Kanada ərazisinə düşür. Burada xüsusiyyət nədir? Yəni, Avrasiyanın şimalını verdir. Şimali Amerikanın şimalını verdir. Birinci ağla gələn 4-cü dövr buzlaşması. Soymuş ərazi. Yaxşı, indi baxaq. Dünya okean səviyyəsindən aşağı yerləşən ərazidir. Ola bilməm. Materiklərin qədim buzlaşmaya 4-cü dövr məruz qalmış ərazilərdir. Bəli, 4-cü dövr buzlaşmasına məruz. Eol prosesi səhrada gedir. Burada səhra olmaz. Getdi. Litosfer tavalarının divergent yox, konvergent. Baxın, bəzən qarışdırırlar, deyirlər ki, müəllim, Şimali Amerika litosfer tavası divergent səhərində yerləşmir. Litosfer tavası olaraq yerləşir. Materik olaraq demirsən. Bax, litosfer tavası olaraq bunun hansı hissəsidir? Sualtı hissəsi var. Sualtı hissə divergentdə yerləşir. Yəni, sualtı hissəsi gedib divergent ayrılmaya düşür. Amma bu materik buradadır da. Sən o materikə deyə bilməzsən ki, materik divergentdə yerləşir. Aydındır. Materik yox, qitə olaraq divergentdədir. Amma materik olaraq toqquşmadadır. Konversiya. Yaxşı, konversiya əlavə qrupu. Oldu? Oldu müəllim. Siz nəyə yazmışdınız buna? O yazmaq bilmişsiniz. Aha, tam aydındır. Baxın. Yebən. 4-cü dövr buzlaşmalar baş verir. Şimali Amerika, Avrasiya, qütbə yaxın ərazilər. Cənubi Amerikada çox güclü. Demişdim, odlu torpaqla Cənubi Amerikanın bir-birindən Magellan boğazı ayırır. Magellan boğazı da buzlaşmaya məruz qalmış ərazilərdəndir və təbii ki, Antarktida. Yaxşı, sonra nə var? Mən bir sualım var. Biz morfostruktur deyəndə daxili qüvvələrin təsirinə yaranan... Morfostruktur deyirsə daxili qüvvələr. Bu yeraltı suları biz nəyə götürür? Məsələn, Kars mağaraları yaradır. Su nədir? Su xaricən. Amma xaricdən təsir eləmir axı mənim. Onunla məntiqlə fikirləşir. Söhbət təsir deyil.
söhbət yaradıcısıdır. Yaradıcı nəyinəndir? Bax, mən su, onu yaradan, Kars mağarasına, orada əhəngdaşı nə qədər olur olsun, orada su düşməsə yarına bilər. Bəlkə yeraltı su axıb gəlmir, o necə olur? Hani bildim da, sudur da, o yeraltı sudur. Yaradıcı, əsas yaradıcı formadır, yeraltı sudur. Yeraltı su endogen qüvvə ilə formalaşa bilər. Suyun özü deyil. Su xarici qüvvədirsə, suyun yaratdığı nə olacaq? Xarici qüvvə ilə yaranmış, eksogen. Aydındır. Onda olacaq morfos klubdur. Özdə, sən düz deyil, adama qarşı o boyda mağara yaranır. Mamot Hilt mağarası, 250 kilometrdən çox. Düzdür. Sən fikirləş, təsəvvürlə ki, əhəng suxurları nə qədərdir? Orada yəni köçmə suxurların səviyyəsi nə qədərdir ki? Su, oraya düşüb oranı yuyub, çıxarda bilir. Bu məsələdir. Yaxşı, yəni indi o da yer üçün normal bir şeydir da. Niyə normal bir şeydir? İndi o yerin yaranışı ilə bağlı yəqin ki, sizə baxmışsınız bir videoya. Onu da qəşəng hazırlayıblar, məsəl üçün. Məsələn, ümumi kainat üçün baxsaq, yerdə bu qədər köçmə suxurların yaranması, özdə kimyəvi köçmə suxurların yaranması normal bir prosesdir. Kənardan gələn asteroidlərin gəlib yerə düşməsi o vaxtdır. Onların özünün tərkibində qaz toz hissəciklərinin meydana gəlməsi. Bax, bizdə tutaq ki, bizdə köçmə suxurların bir hissəsini nə təşkil edir? Bir hissəsini, o biz deyirik ki, yer yarananda qaz toz hissəcikləri. Oradakı toz hissəcikləridir. Bir hissəsi də digər asteroidlər gəlib yanıb düşmür, kosmosda yanır, sürtünərək. Ondan ayrılan kül hissəciklərdir, onlar da bizə köçmə suxur kimi gəlib yığılır. Bəli. Bir də araşdıran zaman o gəlir bizə. Torpağı zaten yüyən zaman müxtəlif şeylər tapılır. Minerallar, metallar tapılır. Eşitdirlər ki, bunun araşdırmaq olmur. Yerə aid deyil. Yəni yerdə tapılmayıb belə. O hardan gəlir? Çoxsu meteoritlərdən. Düşür bizə, yana gəlir, küllər səpələnir ətrafa, o da gəlir köçür, köymə suxur kimi. Axırda da onun təmizliyində görürlər ki, yeni bir metal kəşf olunur. Xaricdən daxil olmalardır. Aydındır. Yəni o kənardan daxil oluş, yaranışdakı o toz qaz dumanlıqları hələ bizdə köçmə suxurlarını yaradır. Onun içində metal tərkibi də var idi. Köçmə tərkibi də var idi. Və bizdə də xarici qüvvələr əsasən onun içində nəyi təmizləyir? Köçmə suxurları təmizləyir. O kristalik dövrü isə çıxıb üzə qalır. Adicə şeylər, şahid dağlar deyil. Əhəqqər, Tivesti, Darfur. Bu şahid dağlardır. Bunun üstündə nə toz hissəciklər var, hamısı təmizlənir, bir dənə bərk hissə çıxıb üzə qalır. Aydındır mənim. Qaranlıq qalan bir şey yoxdur. Sonra nə var? Şimali Amerika. Şimali Amerika, vallahi 23.5'ler kəsir, tropik işıqlanma. Şimal kəsir da. Tropik işıqlanmada bu hissə yerləşir. Düzdür? Bəli. Sonra 23.5'dən 66.5 şimal mülayim. 66.5'dən 90 şimal tropik işıqlanma olacaq. Yerləşir üçüncü. Siz kamera dediksə, desiniz, o mezorelik formasına aid olmalıdır. Bəli. Onu xarici o relyef forması olaraq nəhənglərə aid edilir, belə deyil. O makroya aid edilir. Belə deyil, ölçüsünə görə aid edilir. Amma özü belə də morfoskulupdur. Eksogen. Bir dənə orada istisnalıq təşkil edir. Elə böyük relyeflər ölçüsünə görə makro ilə seçilir. Baxın, makrolar əsasən nədir? Endogen qüvvə. İstisnalar var. O dediğim geçen sefer kanyondur. Colorado kanyonu. Bir de o mağaradır. Həddindən artıq ölçü nəhəngdir. Ölçüsünə görə makroforma deyə bilərsən sən. Amma gəl ki, struktur olaraq morfoskulupdur. Çünki xarici qüvvənin təsirində yaranır. Aydındır? Bəli. Sən onu götürüb verə bilməzsən ki, endogen qüvvə. Böyüdür endogen. Yox. Bu fark köçmə suxur. Köçmə suxurun özü endogen qüvvə ilə yaranmır, baxın. Köçmə suxurun özü eksogen qüvvə ilə yaranır. Köçmə suxurun özü də bir relyef olaraq nədir? Morfoskulupdur. Xarici qüvvənin təsiri ilə. Yaxşı,
Deyirsiniz köçmə sura relyefində var. Qum dənəsində də, çay daşında da sən relyefi bilirsiniz. Nano demişdiniz deyəsən. Bəli, nano relyef. Düzdür? Bəli, ona görə. Sonra, buyur. Cənubi Avropa tektonik cəhətdən yüksəkdir. Tektonik cəhətdən Cənubi Avropa hündürlüyünə görə deyirsən, ümumi hündürlüyünə görə. Yox, yardımcı tektonik cəhətdən yüksəkdir. Yəni Fəaliyyət yüksəkdir. Bəli, Cənubi Avropa Alt-Himalaya uşaqlar düşürlər. Amma bu alt dağları, Karpat dağları, bu da Kırım, bunlar bu hissə Avropa cənubdan düşür hala. Tektonik hərəkətinin olduğu alt Geosignal uşaqlar, Alt-Himalaya. Buyurun. Mənim bizim düzənlikləri dedik, Dendasiyaya bölünür, bir də akkumulyativ düzənliklərə bölünür. Bu meandrlar var, çayların yaratdığı forma. Bunu biz relyef forması kimi götürə bilərik, hansına aid edə bilərik? Təbii ki, relyef forması. O gedir şeyə, nədir? Ver. Yox, elə yox, mənim. Bu Dendasiya akkumulyativ var. Belə onların bölgüsünü apara bilərim meandrı. Belə deyək də, çay dərəsi parçalanıb aparılmadı deyə dendasyon olaraq verərsən. Amma çay dərəsinin içində gəlir delta, gətirmə konusu o akkumulasiyadır. Çay dərəsinin içindən gəlib akkumulasiya toplayır. Zaten o çay dərəsini qazıb toplayır da, düzdür, bəli, sürəti ilə parçalayıb toplayır. O akkumulasiya, daha doğrusu dendasiya parçalayır aparır. Parçalayır aparır, su hissədir. Yox, gətirib kördürürsə, məsələn, gətirmə konusu yaranır, delta yaranır. Bunlar hamısı akkumulasiyadır. Yaxşı. Adigə dalğaların gətirib kördürülmə prosesi. Abraziyan. Düzdür, abraziyon düzənliklər. Bu prosesdə, məsələn, gətirib sahilə əgər kördürmə varsa, buna sən deyirsən ki, avtomatik akkumulasiya. Bəli. Sonra nə var orada? Görmüşsün 39. 39. Baxın mənimlər 39-da. Verin. Burada suallarınızı elə öyrənin ki, elə diqqət edin ki, növbəti testləri işləyəndə artıq çox çətinlik yaranmasın. Yaşı 39. Avropada yerləşən dağlardan hansılar orta hündürlüyü dağlar hesab olunur? Müəllim, dağlar hündürlüyünə görə bölünmüşdür. 3 hissəyə bölünmüşdür. Səbir olun, müəllim öyle deyir. Dağlar, alçaq dağlar var, orta dağlar var, yüksək dağlar var. Orta dağlar, alçaq dağlar 0-1000 metr. 0-1000 metrə dağ deyə bilərik. 0. Yox, alçaq. 0 deyə bilərik dağa. Yox, mənim. 200-dən başlayırdı. Ən az norma 200. 200.000 alçaqda, 1000-2000 ortada. Amma deyirdim ki, bəzi suallarda, bəzi ərazilər, məsəl üçün, Böyük Britaniyada dağlıq ərazi 600-dən götürülür. Həmin ərazidə yerləşən dağların çoxdur yəni. Bəli, hündürlüyü çoxdur. Orada məsələn 600-dən götürür, bəzən oradakı dağları götürür, 2000-dən yüksək olsa da orada dağları verə bilir. Onu qar xəttine görə götürürlər orada. Hansını? Qar xəttine görə götürürlər. Yox, qar xətti tamamilə temperaturdan asılıdır. Məncə orada ortalama çıxardırlar. Ortalama çıxardırlar. 600, 200, bax, səndə məsələn Azərbaycanda 200-dən niyə götürürlər? Azərbaycanın dağlıq ərazisindən, düzənlik ərazisi nisbəti normal şəkildədir. Ona görə 200-dən götürülür. Amma sən Böyük Britaniya baxsan, adada yerləşir, dağlıq hissələr daha çoxdur. Onda 600 metrə kimi hissəni dağlıq verirlər onda. Aydındır? Bəli. İndi, müəllimlər, 39-a baxaq bir dənə. Ural dağlarının ən yüksək zirvəsi. Narodnaya. 1895. Məni sen gəlmək istəyirsən, cavab et. İstəmirsən, yaxşı. Yaxşı. Birinci, bu orta. Oldu mu? 1895 orta yüksək. Alt. Altın 2 dənə zirvəsi var. İkincisi hündürlüyünə ehtiyac yoxdur. Birinci namı bilməliyik. 4807. 4807 Mont Blanc. Bir də Matterhorn. Özü turistik yerdir. İllərdən milyardlarla gəlir əldə olunur. Matterhorn ikinci zirvədir. Yaxşı. Təbii ki, bu da 4000-dən yuxarıdır. Ona görə yüksək dağlığa verəcəyik. Piriney
Anetopiki 34 oldu. 34 ne olur? 3404. Bəli. Bu yüksək dalga getdi. Kırım. Roman boş. O da yaddan istifadə edir. 15-45. Bəli. Əndəlüs. Əndəlüs harada? Pilli. Nə qədərdir? 3000. 3200'den yukarı. Ben de tam yarısından çıkıyorum. Bir daha bak bir orada ne kadar vereyim onu. Endersin. 3400. Ha. Mulasin. 3470. Ona şey de diyediler. Sierra Nevada. İkinci hakimi değildiler. Sonradan çıkarttılar. Sonra. Bu da yüksek dağlık. Bu da orta dağlık. Bir tane Ural'dır. Bir tane de Kırım. Yaxşı. Narodnoya 1895, Roman Koş 1545. Aydındır mı? Mulaseyin Kilini. Yaxşı. 3478. 3404'te Enderus. Anetopiki. Yaxşı. Sonra ne var orada? Kalmadı. Ne kalırsa verin. 66. Bakın göre. Güvenden de öyle. O günlerde hemşe buranı karıştırırlar. Rusya'nın en canubda yerleşen hissesi Azerbaycan arasında düşür. Bak. Qaradağ arası deyirlər, yox. Görsün, en aşağıda olmasa Azerbaycan arasında düşür. Tam bir bakalım. Kim verilmedi? Görsün. Bak. Bəzən sigorta alinin cənubunda verirlər, deyirlər ki budur. Ama sigorta alinin cənubunda baxsa, yine Azerbaycan cənubu hissəsi, Bazardüzü zirvəsi, Bazardüzü Qusarda yerləşir, Dəyməhəlli yerləşir. Hə, Bazardüzü Qusarda yerləşir, 4466 metr, baş xarici sistənin en yüksək zirvəsi. Yaxşı, Rusiya ilə də sərhədlədir. Oldu? Bəs onda hələ Azərbaycanın ən zirvəsidir. Nasıl? Azərbaycanın Azərbaycanın en şimaldakı hissəsi Butondadır. Yaxşı. Çünki gərək elə bir yer seçəsən ki, Rusiyada biraz aşağı olsun, Azərbaycanın içine doğru. Azərbaycanda biraz yukarı olmak için Rusiyanın içine doğru gidiyorlar. Orada Azərbaycanda da Butondağ olacaq. Verəcəyim, şimdi oradaki izahlarda olar gelir. Azərbaycanın dikdiri izah edəcəm tam şəkildə. Sonra ne var mənimlər? Başka? Yoktu. 3 tane sual verirəm, görək bu oxumuşsunuz bu materiallərdə. Bir Kepulilər. Kepulilər. Giviyana yerləşində nədir? Masavari, bəli, relief formaları. Kənləqənd hardadır? Braziliyada. Bir de Avustralya'da Uluru Masivi. Neçə metr hündürlük? 300 metr, təqribi 300 metr hündürlükə malik olurdu. Mərkəzi hissədə daha çox parçalanmış hissənin, qayalı hissənin 300 metr bir yüksəklikdə üzə çıxması. Bəli, qırmızı rəddədir. O da oranın xüsusiyyətlərlə bağlı. Sonra bu qədər sabahlarım, müəllimlər. Güneş sistemində nə sualımız var? Din, güvən, nə testimiz var? Hamısını vermişdir. Oldu. İştirak etməyənlərdə kimlərdir? Bir də nə qaldırsa iştirak etməyənlər. Güneş sistemində.